Müasir dövrümüzdə qarşılaşdığınız ən böyük problemlər nədir? Bu haqda bizə danışardınız. Mən xalqımızın kitaba marağını istəyərdim ki, çox olsun. Bu günləri Elmlər Akademiyasının bu möhtəşəm bağında Baba Vəziroğlu'nun kitab sərgisi keçirilir. Kitab sərgisinə gələnlər biraz azdır, amma ki, yenə deyirəm, bu belə kitab sərgilərinin çox keçirilməsi lazımdır ki, bu cəmaatı, milləti maarifləndirmək, kitab vasitəsilə maarifləndirmək olsun. Mən istəyərdim ki, xalqımızın kitaba marağı daha çox olsun. Bu barədə, bu elə xalqımızın, millətin, cəmaatın bir problemidir. İstəyərdim ki, bu problem heç vaxt olmasın. İnsanlar kitaba bağlı olsunlar. Müasir dövrümüzdə qarşılaşdığımız problemlər demək olar ki, hədsiz dərəcədədir. Bax, indiki gənclərin kitabdan uzaq düşməsi, televiziyalarımızda bəzi proqramların səviyyəsiz olması, bu bizim ən başlıca problemimizdir. İstərdim ki, gəncləri maarifləndirək, dərindən maarifləndirək. Necə ki, bizim devrimizdə var idi, bax, o sistemlə də gedək. Bəzən gəncləri görürük, demək olar ki, onların hərəkətləri xoşuma gəlmir, bəzi hərəkətləri xoşuma gəlmir. Bir sözlə, qarşılaşdığımız problemlər var. Bunu aradan qaldırmaq üçün yəqin ki, alimlərimizə müraciət etmək lazımdır, mütəxəssislərimizə. Ən böyük problemlər çoxdur, bugünkü problemlərimiz, gənclərin problemi də çoxdur, bizim özümüzün də problemlərimiz çoxdur. Amma tək kitab oxumaq da əlbəttə ki, insanların yəni ki, beyni, şuuru dəyişib indi. Şuur savsəm başqa, indiki gənclərin şuuru başqa olduğuna görə, hamısı internetlə bağlı olduğuna görə, hətta bugünkü gündə deyərdim, məktəblər belə hər bir dərsi internetlə keçir. Ona görə biraz internetdən uzaqlaşsaydı, bəlkə də insanlar daha yaxşı bir həyat, insanlar bir-birindən uzaqlaşmağın ən böyük səbəbi hələ internet olduğuna görə, sosial şəbəkələr, bunlar hamısı insanlar bir-birindən uzaqlaşdırır. Keçən bir dindarın söhbəti var idi, o deyir ki, əvvəl yaşlılar axşam yatanda kəlmə-i şəhadət zat deyərdilər, İndi amma serialla yatırlar. Yəni o da telefonla, internetlə bağlıdır. Müasir dövrdə ən vacib problemlərdən biri tədrisimizdə gedən geriyə qalmalarla mübarizə. Yəni təhsilimizə güclü fikir verilməlidir. Bu da birinci növbədə həm ailədən asılıdır, daha çox dərsləyən müəllimlərdən. Bu repetitorluq var, onu aradan götürmək lazımdır. Müzakirələr gedir, siniflərdə şagirdlərin sayı azalmalıdır. Uşaqlarda elmə, savada, ayrı-ayrı fənlərə həvəs yaradılmalıdır. Hamısı deyir ki, mən Tibb Universitetində uzun müddətdir, 40 ilə yaxındır, kafedram edirəm. Gedib xaricdə oxuyarıq. Həmin dərsi biz tədris edirik burada. Nağdını qoyub nisiyyə getmək lazım deyil.